Elon Musk'ın SpaceX şirkəti Marsa robot göndərəcək. O bu barədə korporasiyanın X hesabında video paylaşıb. Sahibkar qırmızı planetə ilk Starship raketlərinin göndəriləcəyi vaxtı açıqlayıb. Bildirib ki, şirkət artıq 2026-cı ildə 5 eniş modulunu işə salmaq niyyətindədir. Planetin öyrənilməsinə isə ilk olaraq Optimus insana bənzər robotlar cəlb ediləcək. Musk'ın sözlərinə görə hər bir kosmik gəmidə bir neçə robot olacaq. İlk Starship gəmilərinin buraxılacağı il Yer ilə Mars arasında ən qısa məsafənin olacağı dövrə təsadüf edəcək. Bu halda pilotsuz uçuş 7 aydan 9 aya qədər çəkəcək. Starship'in Mars versiyasında 9 yeni nəsil mühərrik olacaq. Mühərriklər yüksək etibarlılığı ilə seçiləcək. Əgər sızma baş verərsə, yanacaq gəmidə yığılmadan və təhlükə yaratmadan birbaşa kosmosa axacaq. Musk bildirib ki, tez bir zamanda koloniya yaratmaq üçün Marsa hər 2 ildən bir 1000-2000 kosmik gəmi buraxmaq niyyətindədir. Ruqiyyə Nəcəfli, Humay Cəfərova, Mira TV.